Salam. Sınavımızı davam edirik. 26-cı sualdan başlayaq. Hansı turşusun 1 molu 2 mol hidrogen birləşdirdikdə uyğun doymuş turşuya çevrilir? Yəni 2 dənə karbon-karbon arası 2 qat rabitə olan turşu axtarmalıyıq ki, 2 mol hidrogen birləşdirsin. Yəni 4 dənə hidrogen atomu. Metakrildə 1-2 qatdır, akrildə 1-2 qat, oleyində 1-2 qat, linol turşusunda 2 dənə 2 qat rabitəmiz var karbon-karbon arası. Elə doğru cavabımız deməli linol turşusu olacaq. Hansı maddənin sənayədə alınmasında qatı sulfat turşusundan istifadə olunur? Deməli H3PO4-dür. Alkin veribdir. Bir əsaslı karbon, doymuş karbon turşusu verib. Karbon atomları sayı eynidir. Yazıram. CnH2n-2. Bu bizim alkinimiz. Karbon turşusu CnH2nO2. İndi artıma baxırıq. Deməli bu hidrogeni nəzərə alırıq. Plus 2. Bir də ki, oksigenin sayı qədər, kütləsi qədər. 32. Yəni, ümumilikdə baxırıq ki, 34 artım var. Alkindən karbon turşusuna çevriləndə. Yəni, bu M-dirsə, bu olacaq M plus 34. D variantı. Deməli, spirt verib. Spirt verib 5 birli karbon atomu var. Spirti beynəlxalq nomenklatura ilə adlandırın. 5 birli karbon atomu varsa, deməli C2H5, gəlin aşağıda yazaq. Deməli C. Bu biri 5 dənədən. Sonra bu birisini necə yaza bilərəm? C3-ü izopropil kimi qeyd eləyə bilərəm. Sonra bu tərəfdən də həmin şəkildə qeyd eləyirəm. Və OH. 5 dənə birli oldu mu? Görürük. 5 birli karbon atomu. Sonra indi bunu beynəlxalq nomenklatura ilə adlandırsaq, bu şəkildə nömrələyəcək 1, 2, 3, deməli 4, 5. Kiçik radikalları götürək. İkinci və dördüncü karbon atomunda 2, 4 D-metil. Üçüncü karbon atomunda da etil var. 3 etil. Əsas zəncirimiz 5 karbon atomunda. Pentanol 3. Deməli nə oldu? Bir də yazım. 2, 4 D-metil, 3 etil, pentanol 3. 2, 4 neyse, C variantı. Burada biraz səhv yazmırlar. C variantı doğru cavabımızdır. Deməli, növbəti sualımıza baxaq. Nə deyir? Lafsanın makromolekulunu göstərin. Tereftal və etilin glikoldan əmələ gəlir. Baxaq görək tereftal turşusu. Burada məsələn yeni çıxırıq. Biraz böyüdüm. Orada tereftal turşusu yoxdur. Sonra C-ni çıxırıq. Qalırıq A, B, D-yə. İndi baxırıq. Etilen glikol. Avtomatik A getdi. D də getdi. Bu hissəsi uyğun deyildi. Bir dənə qalır. Bax görürük CH2, O. Bu spirt hissəsidir. Bu isə turşu hissəsidir. Deməli, lafsanımızın makromolekulu B oldu. 300 qram 20% natrium xlor məhluluna 150 qram qalana qədər buxarlandırdıqdan sonra alınan məhlulda natrium xlorunun kütlə payını tapın. 300 qram 20% nə deməkdir? 300-üm 100, x-ım 20. Yəni 60 qram natrium xloridu var. İndi 150 qalana qədər. Yəni tərkibində 150-nin 60 qram natrium xlorid onsuzda qalır. Omega bərabərdir 60 bölək 150 vuraq 100. Bu da alınır. Demək 40%li məhlul. C variantı. Ən uzun zəncirində bir dörtlü karbon atomu olan alkanın 2 molu tam yananda 14 mol su alınır. 14 mol suyun alınması o deməkdir ki, tərkibində 28 hidrogen var. Yəni 28 bərabərdir 2n plus 2. Buradan da n tapırıq ki,
Demək 26, 13. Yox, deməli 2 mol yanında. 28-i bölək 2-yə 14 olsun. 1 mola görə neçə hidrogen düşür? 14-ü bərabər eləyim. 2m plus 2-yə. Eni də tapmış oluruq ki, 6. Deməli 2 çıxırıq, 2-yə bölürük. 6. Eni 6 tapdıqsa, ən uzun zəncirində bir dörtlü karbon 6-ya uyğun. Bax, A-da dörtlü karbon onsuz da yoxdur. D-də də yoxdur. Y-də məsələn ümumi 6 karbon olmalıdır, o da yoxdur. Qalır bir dənə B ilə C. İndi baxırıq. Burada ümumiyyətlə karbon sayı artıqdır. C variantı da bir dənə B variantıdır. İndi özümüzü təsdiqləyək, görək düzmü tapmışıq. Bax, bir dənə dörtlü karbon atomu olan budur. Ən uzun zəncirə də elə o düşür. Görürük ki, elə deməli 2 dimetil butan, yəni 6 karbon atomu saxlayan alkandır. B variantı doğru cavabımız olacaq. Reaksiyada temperatur və təzyiqi necə dəyişmək lazımdır ki, tarazlıq azot oksidinin alınması istiqamətində yerini dəyişsin. Yəni, reaksiya soldan sağa doğru getsin. Minus Q-dürsə, temperaturu artırmaqla biz reaksiyanın düzünə apararıq. Sonra təzyiq baxıram ki, həcmlə tərs mütənasibdir. Yəni, həcm görürük ki, deməli 2-dən 2-yə. Həcm dəyişmirsə, təzyiq də bura təsir eləmir. Temperaturu artırıb təzyiqi dəyişməmək. Deməli, B variantı doğru cavabımız olacaq. Metallar veribdir. Qarşılıqlı təsirdə olduğu maddələr. Demək, X metalı həm turşu ilə, həm də qələvi ilə reaksiya girir. Y təkcə turşu ilə, Z də heç biri ilə reaksiya girmir. Heç birinə reaksiya girmirsə, bu dəqiq görürük ki, aurumdur. Yəni, bu iki variantdan biri olacaq. Həm turşu ilə, həm qələvi ilə reaksiya girirsə, bu bizdə amfoter metaldır. İndi baxıram X metalına, bu C ilə D arasında. Görürük ki, bax, sinkdir bizdə amfoter metal. Həqiqətən də sink hər biri ilə reaksiya girir. Y-ımız isə təkcə turşu ilə reaksiya girir. Bu da misə uyğundur. Deməli, C variantı doğru cavabımız olacaq. Növbəti sualımıza baxaq. 20 dərəcə Selsidə suda hazırlanmış 800 qram doymuş duz məhlulunun müəyyən miqdarı həmin duzdan əlavə edərək 50 dərəcəyə dək qızdırılmışdır. Bu zaman əlavə edilən duz həll olmuş və sıxlığı 1,7 qram olan doymuş məhlul alınmışdır. Alınan məhlulun həcmini hesablayın. İndi biz bu qrafikdən görürük ki, bax, 700 qram həllolma əmsalı olanda, yəni bu 1700 qram məhluldur da, bu da olur 1600 qram məhlul. Deməli, burada çökmə 100 qram gedir. Yazırıq ki, əgər 1700-də 100 qram çökmədirsə, yəni deməli 20 dərəcədən 50 dərəcəyə qaldıranda biz 100 qram duz həll etməliyik. 1700-də, daha doğrusu belə yazım da, 1600-də 100 qram əlavə etmək lazımdırsa, 800-də nə qədər əlavə edəcəyik? X. X-i da tapıram ki, 50 qram. Deməli, 800-ün üzərinə 50 qram gəlib, 850 qram məhlul alıblar. Həmin 850 qram məhlulun da deməli, M850 yazırıq. Sıxlığı, yəni Rho-su 1,7-dir. Rho 1,7-dirsə, məhlulun həcmini istəyir bizdən. V də bərabərdir. M bölünsün Rho. 850-ni bölürük 1,7-yə. Bu da bizdə eləyəcək. Demək 85, 17, 500. Demək bizim həcmimiz 500 milliymiş. Növbəti sualımızda deyir ki, 0,4 mol alkenin tam yanmasından alınan karbon 4
oksidi kalsium hidroksidi məhlulunu buraxdıqda 160 qram çöküntü alınır. Alkenin formulunu müəyyən edin. %60 qram çöküntü. Deməli, kalsium karbonat alıblar da. Çöküntümüz odur. Kalsium karbonat. Bu əslində emeri 100-dür. Deməli, yazıram 100 əgər 1 moldusa, 160 qram nə qədərdir? X. X-i tapıram ki, 1,6 mol. Deməli, 1,6 mol kalsium karbonat almaq üçün 1,6 mol da CO2 reaksiyaya girib. Bax, deməli, CO2-dən alıram kalsium karbonat. Deməli, 1,6 almaq üçün 1,6 da elə CO2 lazımdır. Birim birə. Aha, indi yazıram ki, deməli, bizə deyir ki, başdan 0,4 mol alken reaksiya yanmasından alınır. Yazıram ki, əgər 0,4 mol alkendən 1,6 mol CO2 alınıbsa, bəs yaxşı 1 mol alkendən nə qədər CO2 alaram? X. X-ımı da tapıram ki, burada 4 mol. Deməli, bu alkenin tərkibində 4 karbon atomu saxlayır. Buten, deməli, nə olacaq? C4H8. Deməli, Y variantı doğru cavabımız olacaq. 37-də 11,2 kubmetr karbon 2 oksiddən 50% çıxımla neçə kiloqram metanol almaq olar? Deməli, CO üstə gəlsin hidrogen. Aldım CH3OH. Əmsallaşdırdım. İndi yazırıq ki, bax, 1 moldan 100% çıxım olsa 1 mol. Kilogram istəyir daha doğrusu. Yəni 32 qram alarıq. 50% çıxım olsa yarısını alacaq da 16 qram. Aha, 1 moldan 16 alırıq. Yazaq da 1 moldan 16 alırıqsa, bəs yaxşı 11,2-dən nə qədər ala bilərik? X. İndi molun da yerinə litri yazım. 1 molun yerinə 22,4 yazım ki, daha rahat hesablamamız alınsın. Deməli, X buradan da deməli 11,2 vurulsun 16 bölünsün 22,4 bizə verəcək 8. Yəni D variantı doğru cavabımız olacaq. Növbəti sualımıza baxaq. Doymuş bir atomlu deməli H2SO spirt olacaqdır. Doymuş bir atomlu spirt. Temperatur 140 dərəcədən böyükdür. Alken alacağıq buradan. Sonra H-xlorla reaksiyası və natrium, 2 mol natriumla. İndi Z homoloji sıranın 6-cı nümayəndəsidirsə, spirt daxil olduğu sinifin homoloji sırasının neçənci nümayəndəsi olar? Biz buradan birinci reaksiyadan aldıq alken. Alken üzərinə H-xlor gələndə monoxlorlu törəmə aldıq alkanın törəməsini və Würz reaksiyası da artıq 2 mol natrium gəlirik. Zəncir 2 dəfə uzanır. Deməli 6-cı nümayəndəsidirsə heksandır. Yəni 6 karbon saxlayır. 6 karbon Würz reaksiyası nəticəsində bu dimerləşmə ilə əmələ gəlib axı. Deməli C3 imiş. Bizim götürdüyümüz spirtin tərkibindəki karbonun sayı. C3-dürsə, daxil olduğu sinifin 3-cü nümayəndəsi olacaq. 39-a baxaq. Deməli, sink lövhə mis 2 nitrat məhluluna salınmışdır. Bu reaksiya üçün hansı ifadələr doğrudur? Hidrolizi nəzərə almayın. Demək, yazaq da mis 2 nitrat üstə gəlsin sink. Sink gəlib misi çıxardacaq. Oradan da gördüyümüz kimi mis çökür və sink NO3 alırıq. Deməli, nə oldu? Bəsit mürəkkəb maddə arasında gedən reaksiyamız əvəz etmə oldu. Dəyişmə reaksiyası deyil, dəyişmə 2 mürəkkəb maddə arasında gedir. 32 qram mis əvəz olunduqda lövhənin kütləsi 0,5 qram azalır.
Məhlulun kütləsi isə 0,5 qram artır. Baxın, deməli, sink 65-dir. 65. Mis də 64-dür. 1 qram azalma var. İndi baxın, bəs 32 qram əvəz olunsa nə qədər azalma? X. Bax, 1-i 64, X-a 32. Bunu da tapıram ki, 0,5. Təbii ki, 0,5 lövhənin kütləsi azalanda, məhlulumun kütləsi də 0,5 qram. Yəni, azalan hara gedir? Məhlula gedir də 0,5 qram artacaq. Onda elə üçüncü də doğrudur. 1, 3, C variantı. 40-a baxaq. Fosfor oksigində yandıqda hansı maddə əmələ gəlir? Demək, biz burada alırıq P2O5. P2O5-imiz də ağ rənglidir. Fosfor oksidlər ümumiyyətlə bərk maddələrdir, bilirik. Və olacaq ağ rəngli bərk maddə. 41-ə baxaq. Başlanğıc məhlulun qatılığı 25. Həll olmuş maddənin başlanğıc məhlulda kütləsi 40. Başlanğıc məhlula əlavə edilmiş həll olan maddənin kütləsi 40. Demək, başlanğıc məhlula əlavə edilmiş maddə tam həll olunarsa, alınan məhlulun qatlığı. Demək, həll olmuş maddənin başlanğıc məhlulda kütləsi 40-dırsa, həmin 40-ın deyir ki, 25%-dir. Birinci məhlulumuzun kütləsi tapılır. X-imiz də 100 eləyəcək. Deməli, məhlul tapırıq ki, 160 qram. 160 qrama deyir ki, 40 qram maddə əlavə olunur. Məhlulumuz oldu 200 qram. Aha, əvvəlcədən axı 40 qram da var idi. Deməli, maddəmiz olur 40 plus 40, 80. 80 qram maddə var, 200 qram da məhlul var. 80-i bölürük 200-ə, vururuq 100-ə. Bu da bizə 40%-li məhlul verir. Yəni, B variantı. 42-də isə demək, dəmir üstə gəlsin qatı sulfat turşusu. Dəmir qatı sulfat turşusunun 3 valent göstərir və SO2 əmələ gətirir. Bu da bizdə olacaq D variantı. Fosforun valent elektronlarının aşağıdakı şəkildə yerləşməsinə uyğun gələn birləşməsini göstərin. Deməli, fosfor burada 3 tək elektron görürük. Deməli, valenti 3-dür. Ona görə də uyğun olacaq 3 valent göstərdiyi birinci maddədir. İkinci maddədə 3 valentdir. Digər yerdə qalanlara isə 5 valent göstərir. 1-2 C variantı. 44-lü maddələr veribdir. Başlanğıc qatılıqlarını demək, reaksiyanı yazım. CO üstə gəlsin oksigen. Aldım 2, CO2. B, C, T qeyd edirəm. N verib. Tarazlıq qatılıqlarını X, Y və Z. Deməli, reaksiya üzrə CO-nun yarısı sərf olunmuşdur. CO-nun yarısı, yəni N-in yarısı 0,5 N-dir. Bu zaman X-imiz də olacaq 0,5 N. Yəni N-0,5 N tarazlıqdakı maddəni verir, 0,5 N almış oluruq. 0,5 N sərf olunsa CO-dan, əmsallara əsasən 2-nin 1-ədirsə, deməli, oksigen 2 dəfə A 0,25 N sərf olunmuş olacaq. Y-imiz avtomatik 0,75 N olmuş olur. Z də olur 0,5 N. İndi yəni 2 mol CO-dan 2 mol CO2 alırıq. 0,5 N sərf olunubsa 0,5 N də CO2 olmuş olur. Deməli, bizdə doğru olanları müəyyən etməyimizi istəyir. X böyükdür Y. Görürük ki, X kiçikdir Y-dən. Bu yanlış. X böyükdür Z. X ilə Z bir-birinə bərabərdir. Bu da yanlışdır. Y böyükdür Z. Bu doğrudur. Sonra Y böyükdür X. Bu da doğrudur. X bərabərdir Z. Bu da doğrudur. Deməli, 3, 4, 5 C variantı. 45-ci sualda hansı halda elektron sıxlığının yer dəyişməsi düzgün göstərilib? Yəni, biz bundan birləşmələrini yazsaq, mənfi tərəf özünə elektron sıxlığını cəzb etmiş olacaq
Və bax görürük natrium hidridi yazdım. Deməli -1, -1. Bu nə deməkdir? Elektron sıxlığı natriumdan hidrogenə doğru yer dəyişməsi baş tutacaq. Yəni C variantı doğru cavabımız. Digərlərində isə hamısında səhv göstərilibdir. 46-da deyir ki, 5,2 qram asetin yandırıldıqda 260 kJ istilik ayrılmışsa, asetin yanma istiliyini və reaksiyanın istilik effektini hesablayın. Yazıram C2, H2, üstə gəlsin oksigen, aldım CO2 və su. Demək, əmsalları qeyd edeyim. 2, 2, 1 deməli, oksigenim də 2,5 olur. İndi 5,2 qramdan deyir ki, 260 kJ ayrılır. 1 molum isə 26 qramdır da. 26-dan x. Bu da bundan 5 dəfə çox eləyir. 1300. Deməli, bu yanma istiliyi asetin olacaq 1300. Amma reaksiyanın istiliyi effektini deyir. İndi mən bunu kəsirlə elədim. Normal şəkildə, yəni kəsirsiz əmsallaşdırsaq 2 dəfə artıraq ki, düzgün olsun. 2, 5, deməli 4 və 2. Bu əslində bizim reaksiyamız bu şəkildə olmalıydı da. Rahat hesablama aparmaq üçün mən öncəkini yazdım. Yəni 1 mola tapmaq üçün. Tapdım ki 26 qram. Yəni 1 moldan 1300-dür. Əslində reaksiya axı 2 mol sərf olunur. Yəni 1 moldan 1300-dürsə 2 moldan da x. Yəni tapıram ki, reaksiyanın istilik effekti 2600. Yanma istiliyi 1300, istilik effektimiz 2600. Yəni A variantı doğru cavabımız olacaq. Qatı nitrat turşusu ilə NO2 əmələ gətirən, lakin xlorid turşusundan hidrogeni çıxara bilməyən metalları göstərin. Pasiv metallar hidrogeni çıxara bilmir. Yəni bu bizdə olacaq civə və argentin. O metalların aktivlik sırasında hidrogendən sonra, yəni qurğuşundan sonra yerləşən metallar. Növbəti sualımız maddə veribdir. Tarazlıq halında qabda olan kütləsi, deməli yazıram. Azot, 3 hidrogen, alıram 2 NH3. Demək B, C, T qeyd edirəm. Tarazlıq halında kütlələr NH3-də M-dir və hidrogende də M-dir. Tarazlıq yarananda hidrogenin başlanğıc kütləsi neçə faizi reaksiyaya daxil olmuşdur. İndi biz əgər bu M-ləri silək, özümüzün görək reaksiyamız üzrə nə qədər alınır. Bax, 34 qram NH3 alınır. MM olduğu üçün 34 qramda hesab ilə hidrogen artıq qalıb. 34 qram NH3 almaq üçün biz 6 qram hidrogen sərf etməliyik. Yəni, başlanğıcda götürdüyümüz hidrogen nə qədər olacaq? Bu zaman başlanğıcda götürdüyümüz 40 qramdır. İndi neçə faizi reaksiyaya daxil olub deyir. 6 qram daxil olub. Bax, 6-nı bölürük 40-a, vururuq 100-ə. Bu da bizdə verəcək 15%. Bu da eləyir B variantı. 49-da kuprum XS birləşməsində kükürdün kütlə payı 20%dir. X-ı hesablayın. Deməli, kuprum XS yazıram. Bu 20%dirsə, bu da eləyir 80%. İndi yazıram. Kükürd axı 1 moldur. 1 atomdur. Yəni 32 qram eləyir. 32 20%dirsə, X-ım 80%. X da 4 dəfə çox, 128. 128. Misin də ayrı 64 daxı 128-i bölürəm 64-ə, tapıram ki, X-ım 2-yə bərabər imiş. Deməli, bu 2-dir. M-yerini istəyir. 128 qram mis var, 32 qram da kükürt var. Birlikdə bizə verəcək 160. Deməli, 160 və 2. C variantı doğru cavabımız olacaq. 50-də karbon 2 oksidin quruluş formulunu müəyyən edin. Deməli, burada bilirik ki, 3
valentlidir. Karbon da oksigen də donor akseptor mexanizmi ilə əmələ gəlir. Oksigen qrupu böyük olan oksigen olduğu üçün donor kimi o çıxış eləyir. Deməli, elektronu verən karbona rabitə əmələ gəlməyə oksigen. Yəni bu şəkildə qeyd edəcəyik. Bu da bizdə Y variantı olacaq. Sağ olun.